Şəhidlik anlamı nədir? Birincisi, şəhidlik elə zirvədir ki, zirvəyə qalxmaq hər insana nəsib olmur bu zirvəyə qalxmaq. Yer kürəsində neçə min insan dünyasını dəyişir. O demək deyil ki, onlar şəhiddir. Onların içində barmaq hesabı saymaq olar şəhidlərimizi. Haqq yolunda, vətən yolunda, torpaq yolunda şəhid olanlar sorğu-sualsız cənnətlə müjdələniblər. Hətta şəhid olan şəxsin mükafatı onun ən yaxınları valideynlərinin də savabına yazılmış bir mükafatlardır ki, o şəhidi böyüdür, boya-başa çatdırıb, üzərində zəhmət payı var. Bizim hər gün söylədiyimiz kəlmə-i şəhadət kəlamını şəhidlərimiz canlıları və qanları ilə təsdiqləyiblər. Yəni, əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammedən Rəsulullah, əşhədü ənə əmir əl-müminin əliyyən vəliyullah. Yəni, deməyim budur ki, hər gün milyonlarla insanın dediyi kəlmə-i şəhadəti şəhidlərimiz öz canı və qanı ilə təsdiqləyiblər. Biz bədənimizin hər bir hissəsi bir cızıq düşəndə, bir ağrı olan kimi həkimə müraciət edirik. Amma şəhidlərimiz ani bir zamanda bütün bədən əzalarını torpaq, xalq, vətən yolunda qurban eləməyə bacarıb.